Bismillahirrahmanirrahim. Sual. Mənim Allahla münasibətim yaxşıdır. Hər gün Allahla danışıram. Allahla dərdləşirəm. Çox istəyirəm Allahı. Hər şeydə Allahı önəmsəyirəm. Amma namaz qılmıram. Özümə məxsus münasibətim, əlaqəm var Allah Teala ilə. Niyə mən namaz qılmalıyam? Özümdə təmizəm, Allahın qadağalarına da riayət eləyirəm. Pis işim yoxdur. Nə üçün hökmən namaz qılmalıyam? Namaz Allahla əlaqəni yaxşılaşdırmasın deyilmi? Mənim də əlaqəm yaxşıdır Allahla. Dostum Allahla. Hər işdə Allaha üst tuturam. Allaha yalvarıram. Lap Allahın evinin ziyarətinə də gedirəm. Hökmən namaz mı qılmalıyım? Qəlbim təmizdir, əməllərim təmizdir. Namaz qılanlar elə günahlar eləyirlər ki, mən eləmirəm. Niyə hökmən namaz qılmalıyam? Madam ki, namazsız Allahla dost olmaq olur, mən niyə namaza məcburam, namaz qılmağa məcburam? Bu suala cavab verəcəm. Sual deməli konkret belə oldu. Niyə hökmən namaz qılmalıyam? Bir halda ki, namaz qılmadan da pak ola bilirəm, namaz qılmadan da təmiz ola bilirəm, namaz qılmadan da Allahla dost ola bilirəm. Niyə mən məcburam namaz qılmağa? Birincisi, Allahla dostluq təxəyyül deyil. Xəyal ilə düzəlmir. Mən zehnimdə bir Allah təxəyyül edirəm, bir Allah təsəvvür edirəm. Təsəvvür etməsəm də Allah ilə əlaqəni xəyal edirəm. Öz gümanımla, ehtimalımla, zənnimlə, xəyalımla və həmin Allahla dost oluram. Sonra deyirəm ki, mən Allahla dostam. Mənim dost olduğum Allah namazı vacib eləmir. Siz namazı vacib eləyirsiniz. Diqqət elədinizsə, burada necə ünvan dəyişdi. Yəni, namazı vacib eləyən Allah ilə bu sualı verənlərin Allahı fərqləndi, Tanrısı fərqləndi. Allah Quran-ı Kərim göndərib, həyat kitabı, kainat kitabı göndərib, əbədi möcüzə göndərib və öz səfirlərinin, nümayəndələrinin ən əzəmətlisini bizə göndərib, Məhəmməd Peyğəmbər sallallahu aleyhi və səlləmi buyurub ki, get bəndələrimə denən namaz qılsınlar. Əqimis salatə li zikri. Məni xatırlamağın yolu namazdır. Əqimus salah. Namazı bərpa edin. Namazı zayi etməyin. Namazı səhlənkar yanaşanlara vay olsun. Qiyamət günü namaz qılmayanlar cəhənnəmə gedəcək. Qiyamət günü namaz qılmayanlara şəfaət olunması məsələsi həddən artıq zəif ehtimaldır və s. və ilə axır. Mən isə deyirəm ki, yox, mən Allahla dostam, Allahla münasibətim yaxşıdır. Niyə mən məcbur edirsiniz namaz qılmağa? Yəni, Allah məndən namaz istəmir, mən Allahla dostam. O məndən namaz filan istəmir. Siz məndən namaz istəyirsiniz. Siz ruhanilər, siz müştəhidlər, siz kitab yazanlar məndən namaz istəyirsiniz. Bəli, belədirsə əgər, sənə namaz vacib deyil. Yəni, sən öz yaratdığın, zehnində təsəvvür, təxəyyül etdiyin, qondardığın Tanrı səndən namaz istəmirsə, bəli, ola bilər. Bütpərəstlərin də bütlər onlardan namaz istəmirdi. Amma Allah namaz istəyir. Quran-ı Kərimi göndərən Allah namaz istəyir. İkinci cavab bundan ibarətdir ki, namaz qılmaq Allahın əmridirsə, namaz qılmamaq kimin əmridir? Namaz qılmamaq da şeytanın əmridir. Allahın düşmənidir şeytan. Sən Allahın düşməninin tərəfinə keçirsən Allahın düşməninin tərəfinə. Niyə? Çünki namazı sevməyən şeytandır. Namazı sevən Allahdır. Sən Allahın, yəni dost dediyin, onu çox istəyirəm dediyin, qurban olum dediyin, gündə o ilə danışıram dediyin Allahın sözünə əməl eləmirsən, onun düşməninin sözünə əməl edirsən. Sonra deyirsən ki, mən Allahla yaxşıyam.
bu ziddiyyəti qəbul etmək olmaz. Növbəti cavab bundan ibarətdir. Allah Teala namazı özünün namaza ehtiyacı olduğu üçün vacib eləməyib ki. Bizim şuur altımızda bu var ki, Allah niyə məndən namaz istəyir? Allah bizdən heç nə istəmir. Allah deyir, siz istəyirsinizsə, xoşbəxtliyi verim sizə. Xoşbəxtlik də kamillikdən keçir. Kamillik də namazdan, orucdan keçir. Biz bunların hamısını unuduruq, sonra deyirik ki, Allah bizdən niyə namaz istəyir? Allah bizdən heç nə istəmir. Allah bizi yandırmaq da istəmir. Bizim etdiklərimizin nəticəsi yanmaqdır. Bəziləri deyir ki, Allah qiyamət günü niyə belə ağır cəzalar verəcək? Ya bu dünyada niyə çətinlik yaradır? Niyə cəzalandırır insanları? Niyə axirətdə, dünyada insanı cəzalandırır? Niyə ölmək belə çətindir və s. və ilə axır? Mən elə düşünürəm ki, biz özümüzə sual versək, bunun cavabını taparıq. Bu birisi nəyə bənzəyir? Elə bil ki, məsələn, yüzlərlə insanı öldürmüş ya mühüm bir qanunu pozmuş insana məhkəmənin hakimi hökm oxuyur. Biz də cinayətkarı unuduruq, hakimə etiraz edirik ki, sən niyə bu qədər ağır cəza verirsən? Niyə bu qədər ağır cəzalandırırsan müttəhəmi, cinayətkarı? Burada bizə deyən lazımdır ki, sən bu cinayətkarın cinayətlərindən xəbərdarsan, sən bilirsən o nə qədər insanı gözyaşlı qoyub, nə qədər uşağı yetim qoyub, nə qədər valideynin ürəyinə dağ çəkib, indi deyirsən ki, niyə buna ağır cəza verirsin? Bizim işimiz eyni ilə onu oxşuyur. Allah qiyamət günü yaxşıları cəzalandırmayacaq ki, düz adamlar çətin ölmürlər ki, Allah ilə münasibəti yaxşı olanlar, mənəviyyata dəyər verənlər, insan kimi insan olanların dünyada işi pis getmir ki. Kimin hər nə qədər mənəvi problemi varsa, işi o qədər pis gedir. Sadəcə biz həmişə müqəssir axtaran olduğumuz üçün burada da Allahı müqəssir bilirik ki, sən niyə belə ağır cəza verirsən? Dünya niyə belə çətindir? Yaşamaq niyə belə ağırdır? Ölüm niyə, can vermə niyə çətindir, ağrılıdır? Qiyamətdə məhkəmə niyə çətin olacaq? Allah niyə cəhənnəm yaradıb? Bunların hamısını biz eləmişik. Burada bir şey var. Kimsə deyə bilər ki, düzdür ki, biz eləmişik, amma səbəb nəticəni Allah yaradıb da. Allah niyə belə yaradıb ki, bu günahın nəticəsi belə olsun? Artıq burada keçir söhbət başqa müstəviyə. Yəni, mən istəyirəm Allaha başa salam ki, sən düz Allahlıq eləmirsən. Əstəğfirullah. Burada da küfr məsələsi gəlir ortalığa. Yəni, mən öz kiçik ağlımı Allah Teala Cəllə Cəlaluhun hikmətindən üstün bilirəm. Deyirəm, sən gərək elə bir dünya yaradaydın ki, mən günah eləyim, amma cəzası olmasın. Mən cinayət törədim, amma cəzası olmasın. Bunu da heç bir ağıllı müdrik qəbul etməz. Namaz bizim üçündür, bizim inkişafımız, bizim kamilliyimiz üçündür. Namazı Allah göndərir bizi təkmilləşdirməyə, bizi mükəmməl insan etməyə, bizə hüzur verməyə. Namazı Allah verib bizim qəlbimiz arxayın olsun deyə. Namazı Allah verib biz Allah ilə münasibət quraq, Allah Teala'dan bizə müsbət enerji gəlsin, biz həyatın bu keşməkeşində rahat olaq, arxayın olaq, rahat yaşayaq. Biz isə Allahı borclu çıxardırıq ki, sən bizdən niyə namaz istəyirsən? Allah bizdən heç nə istəmir. Allah bizə deyir ki, uçuruma düşmə, ölərsən. Biz deyirik ki, niyə sən məni qoymursan, düz yolumu gedim? Düz yolunda sənin uçurum var axı. Sənin bu sevdiyin yolda, ləzzətli yolunda uçurum var, sənin məhvin var. Bu da bir cavab. Bütün bu cavabların ən, belə deyək, mükəmməli, sualdakı ən o həssas nöqtəyə ünvanlanıb. Nə demək istəyirəm? Sualdakı həssas nöqtələrdən biri budur ki, mən namazsız pak ola bilirəmsə, qəlbim təmiz ola bilirsə, yaxşı adam ola bilirəmsə, niyə Allah Teala məndən namaz istəyir?
Buna kənardan bir cavab verim, sonra Quran ayəsini cavab olaraq, Allah Teala ilə buna cavab olaraq göndərir. Kənardakı cavab bundan ibarətdir ki, şeytanın ümumiyyətlə işi budur ki, kim doğru yola getmirsə, şeytan ona çox da əngəl törətmir. Əngəl törətmir. Çünki onsuz da məqsədə doğru getmir. Onsuz da bu yanlış yoldadır. O yaxşı adam kimi tanınsın, səhv yol təbliğ olunsun. Bir nəfər gedir Kəbəyə tərəf, digəri gedir, məsələn, günaha tərəf, cinayətə tərəf. Kəbəyə tərəf gedən adamı görürsən ki, nə qədər yoluna əngəl çıxır. Amma cinayətə tərəf gedən adamı hamı dəstək olur, hər tərəfdən şərait yaradırlar, özü də çox alicənab, centilmen. Kəbəyə gedən tərəfə baxırsan ki, elə bir geridə qalıb, qədimi insanlara oxşuyur. Amma bu biri yox, bu biri qəşəng, məsələn, musiqilər, kostyumlar, yüksək səviyyəli uçaqlar və s. və ilə axır. Niyə belədir? Çünki o biri günaha doğru gedir. Məqsədi cinayətdir. Bu birinin isə məqsədi nurdur, ilahiyyatdır, mənəviyyatdır, insanlıqdır, Kəbədir, insanlığın qibləsidir. Bunu başqa bir misalla açıqlayayım. 2 nəfərə avtomobil verirsiniz. İkisini də göndərirsiniz, elə yenə deyək ki, Kəbəyə. Bunlardan biri Kəbəyə doğru gedir. Amma maşını pis sürür, yolda qəza törədir, nə bilim, yolda oturub məsələn, içki içir, məsələn. Yolda kimsə haqqına girir, kimsə incidir, təhlükəli sürür, xəstələnir, səfalətə düçar olur, amma Kəbəyə gedir. Digər avtomobil sürücüsü isə, sizin göndərdiyiniz digər adam isə, üzü Kəbəyə doğru getmir, azğınlığa doğru gedir. Amma çox gözəl idarə edir avtomobili, səliqəli sürür, yolda heç bir xəta törətmir, içki içmir, yolda birinin əlindən tutur, yolu keçirdir, hamıya yardım edir. Amma doğru yola getmir. Sonu fəlakətdir, sonu faciədir, sonu cinayətdir. Bunlardan hansı məqsədə doğru gedir? Əlbəttə ki, birincisi. Hərçənd ki, yolda səhvlər buraxır, amma məqsəd düzdür. İkincisi isə yolda hər nə qədər kübar davransa da, elə bir məqsədə doğru gedir ki, sonda məhv edəcək özünü. Bəlkə başqalarını da məhv edəcək. Bəlkə başqalarını da bu təbliğ edəcək ki, bu yol düzdür. Görürsən, bu yolda edənlər necə tərbiyəli gedirlər. Şeytan imkan verməz Kəbəyə doğru gedən adam rahat getsin. Çünki şeytan insanın düşmənidir. Amma azğınlığa doğru gedən adama arxayınlıq olan şərait yaradır, imkan yaradır, geniş şərait yaradır. Bu bizi aldadır. Deyirik ki, baxın, namaz qılmayanlar necə yaxşı adamlardır, necə gözəl insanlardır. Amma namaz qılanlara baxın. Əlbəttə, tam da belə deyil. Bu, cəmiyyətdə yayılmış bir şayiə formatında bir şeydir. Yəni, namaz qılan cinayət törədirsə, namaz qılmayan da cinayət törədir. Sən namaz qılan qeybət edirsə, namaz qılmayan da qeybət edir. Sadəcə namaz qılmayanın qeybəti çox da görünmür, gözə görünmür. Elə bil ki, belə bir vəziyyət yaranıb ki, bir nəfər namaz qılmırsa, onun günah eləməsinin eybi yoxdur, o günah deyil. Ona görə namaz qılmayan hər nə iş eləsə, heç kəs demir ki, sən niyə bunu eləyirsən? Çünki beynində fikirləşir ki, onsuz da bu namaz qılmır ki, qoy eləsin də. Onsuz da bu namaz qılmır ki. Amma namaz qılan eləyəndə hamının gözü dörd olur ki, görsən bu necə iş gördü. İndi namaz qılmadan pak olmaq olar ya yox, qəlbi təmiz olmaq olar ya yox. Ya bunu ümumiləşdirək deyək ki, şeytana qulluq edərək təmiz olmaq olar ya yox. Nur surəsi 24-cü ayə. Nur surəsi 21-ci ayə. Nur 21. Euzubillahimineşşeytanirracim. Ya eyyühəl-ləzīnə əmənu. Ey möminlər. Möminlərdən məqsədə burada təqvalı insanlar nəzərdə tutulmur. Yəni, iman gətirmiş insanlar, Allaha inananlar. Lə təttəbi'u xutuvətiş-şeytan. Şeytanı izləməyin. Şeytanı izləməyin. Bu həyat yolunda şeytan getdiyi yollarla getməyin.
Şeytanın yolu nə idi? Təkəbbür, Allahın itaətindən çıxmaq, başqalarına paxıllıq etmək, Allahın əmrindən çıxmaq, Allaha asi olmaq. Allah deyir ki, bu yol düzdür, şeytan deyir, xeyr, düz deyil. Buyurur, belə eləməyin. Nə olar belə eləsək? وَمَنْ يَتَّبِعْ خُطُوَاتِ الشَّيْطَانِ Kim şeytanı izləsə, elə bilməsin şeytan onu xoşbəxt edir. Elə bilməsin şeytan onu paklığa çıxardacaq. Bilsin ki, فَاِنَّهُ يَأْمُرُ بِالْفَحْشَاءِ وَالْمُنْكَرِ Şeytan yalnız aşkar və gizlin günahlara əmr edir. Şeytanın işi gücü budur. Gizlin və aşkar günahlar, aşkar və gizlin günahlar, cinsi günahlar, digər günahlar. Şeytan bunlara əmr edir. Siz bu yolla yıkmaya razısınızmı? Sonra buyurur, وَلَوْلَا فَضْلُ اللّٰهِ عَلَيْكُمْ وَرَحْمَتُهُ Əgər Allahın səxavəti, Allahın rəhməti olmasaydı, yəni siz şeytanın qucağında qalsaydınız, مَا زَكَى مِنْكُمْ مِنْ أَحَدٍ əbədə Sizlərdən heç biriniz əbədiyyən pak ola bilməzdiniz. وَلَكِنَّ اللّٰهَ يُزَكِّي مَنْ يَشَاءُ Lakin Allahdır istədiyi bəndəsini pak edən. Allahu səmi'un alim. Allah eşidən və biləndir. Yaxşı, bu adamlar ki, iddia edirlər, mən Allahımı çox sevirəm, Allah məndən razıdır, biz Allahla dostuq. Amma mən namaz da qılmıram, özüm də təmiz oğlanam. Sual. Allah ilə dost olan namaz qılmasa şeytana qulluq etmiş olur ya yox? Bəli. Çünki namazı istəməyən şeytandır. Şeytana qulluq edərək, şeytanı izləyərək pak olmaq olar? Xeyr. Niyə? Çünki Nur surəsi 21-ci ayədə Allah Teala buyurur, pak eləyən mənəm, şeytan deyil. Şeytanın qucağında olsaydınız, Allahın rəhmətindən kənar olsaydınız, fəzlindən, səxavətindən kənar olsaydınız, pak ola bilməzdiniz. Söhbəti konkretləşdirək, yekunlaşdıraq. Sual budur. Mən niyə məcburam namaz qılmağa? Niyə vacibdir namaz qılmaq? Mənim ki, Allahla münasibətim yaxşıdır. Mən Allah ilə dualar, filanlar eləyirəm. Namaz qılmasam da başqa şəkildə dua eləyirəm. Allah məndən razıdır, mən təmiz adamam və s. və ilə. Bir cavab budur ki, namaz Allaha görə deyil, bizə görədir. Biz öz kamilliyimizi xəyalımızla təyin edə bilmərik. Allah hədəfi görür. Və bizə deyir ki, hədəfə çatmaq namazdan keçir. 2. Allahın düşməni ilə dost olaraq Allahı razı salmaq olmaz. Şeytan Allahın düşmənidir, namaz qılmamağı da bizdən şeytan tələb edir. 3. Allah buyurur ki, mənim pak etmə fabrikimdən çıxmayan pak olmaz. مَا زَكَى مِنْكُمْ مِنْ أَحَدٍ əbədə Heç biriniz mənim rəhmətim olmasa pak ola bilməzsiniz. Rəhmət namazdır. Namazsızlıq rəhmətsizlikdir. Kimsə deyə bilməz, mən namaz qılmadan pak oluram. Allah aqibətimizi xeyr eləsin, Allah bizi şeytanın və nəfsimizin şərrindən qorusun.